Özünə inamsızlıq insanın dəyərini, bacarıqlarını, qabiliyyətlərini və qərarlarını sorğulaması məsələsidir, şübhə altına almasıdır. Elmi olaraq özünə inamsızlıq tez-tez uşaqlıqda baş verən travmalar, tənqidlər, uğursuz təcrübələr və sosial müqayisələr nəticəsində formalaşır. Və zamanla biz iş görmək istədikdə, hər hansısa bir fəaliyyət göstərmək istədikdə beynimiz o keçmiş təcrübələri önümüzə qoyur və bu zaman biz mən bacarmaram, mən yetərli deyiləm kimi cümlələrlə qarşımızı kəsirik. Amma əziz insanlar, heç kim özünə inamla doğulmur. Bu qurulur, zamanla yıxılsa da yenidən sıfırdan bərpa oluna bilir. Özünə inam bir əzələ kimidir. Necə ki, əzələmizi məşq elətdirdikcə, onun üzərində çalışdıqca güclənir, özünə inamımızın üzərində işlədikcə özünə inam tamamilə bərpa ola bilir. Səhvlərimiz, uğursuzluqlarımız bizə əslində insan olduğumuzu xatırladır. Əgər bu günlərim səhv ediriksə, bu gün özümüzə inamımız aşağıdırsa, bu sabah da belə olacaq demək deyil. Bəzən kiçik addımlar, özümüzə sevgi ilə yanaşaraq sadə uğurlar özümüzə inamımızı bərkidir. Bunlar kiçik görünsə də əslində çox tutarlı tapşırıqlardır. Özümüzü sevsək, özümüzün üzərində daim çalışsaq, özümüzü inkişaf elətdirməyə başlasaq, hər şey sıfırdan qurula bilər.